Rəsulzadənin 100 illərlə qoyduğu strateji hədəflər var, ideyalar var ki, Azərbaycan hələ də o məsələ ilə bağlı bundan sonra 50 il belə dövləti o fikir və ideolojiyanın bazılarının əsasına inkişafa götürə bilər. Demək ki, nə eləmək lazımdır? Bizim dəfələrlə dediyimiz dövlət ənənəsi yaratmaq lazımdır. Bugün Azərbaycanın edəcəyi ən ciddi məsələlərdən biri buydu. Dövlət qurucusuna sayğı. Dövlət qurucusunun doğum günlərində çox ciddi şəkildə bir dövlət ənənəsi olursa, siyasi partiyaların, hakimiyyətin, millət vəkillərinin, deməli, bu ənənəyə riayət etməsi, Azərbaycan insana, Azərbaycan vətəndaşına onun dəyəri olan böyük şəxsiyyətlərini sevdirmək lazımdır Zaur bəy. Mən məsələn, adi bir şey deyim də, bu günləri məsələn, mən bilməm, Azərbaycanın siyasi hakimiyyəti bir kənara buraxıram. Azərbaycan parlamentində, belə deyək, özünə bir tərəf deyən bir xeyli millət vəkili var da, düzdür? Var, və ya müxalif deyən partiyalar. Mən görməmişəm. Hansı Rəsulzadə ziyarətə gedir? Ən yaxşı halda bir... Özdə partiyaların nizamnamələrində də Rəsulzadə ideologiyaları güya. Bəli. Azərbaycan dövlətinin gələcəyi bunu dəfələrlə özəl olaraq vurğulayıram. Yeni yetişən vətəndaşından asılıdır. Yeni yetişən vətəndaşını da iki formada yetişdirmək lazımdır. Millətçi və siyasi cəhətdən yetişkin bir gənclik yetişdirməliyik. Bunu yetişdirmək üçün o gəncliyə doğruları və həqiqətləri söyləməlisə. Necə ki, Rəsulzadə deyirdi ki, şübhəsiz bir gün gələcək, həqiqət parıldayacaq. Bax, o həqiqəti parıldatmaq üçün o kişinin sevgisi o gənclərin ürəyində olmalıdır.